Salam dəyərli müdavimlər və əziz abituriyentlər, genetika bölməsinə aid məsələnin izahına baxırıq. 114-cü məsələmizdir. Məsələnin şərtində deyilir ki, monohibrid çarpazlaşma nəticəsində F2 nəslində AA tipli ziqotun 40%, böyük tipli ziqotun 20% məhv olarsa, alınan orqanizmlərin genotip və fenotip nisbətini müəyyən edin. Biz bilirik ki, F2 monohibrid çarpazlaşma zamanı F2 nəslində bir dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, bir dənə isə kiçiyə genotipli alınırdı. Nisbətləri yazırıq. 25, 50 və 25% nisbətində idi. Bir də deyir ki, böyüyə tipli ziqotun 40% məhv olubdur. Biz fərz edək ki, bu 25% 100% kimi götürürük. Yəni, bunları biz rəqəm kimi götürək. Əgər 25 100% olarsa, böyük tipli ziqotun 40% məhv olubsa, yerdə nə qədər qalıbdır? 60% qalıbdır. Baxaq görək 60% nə qədər edir? Buradan x-i tapırıq 15. Deməli, böyük tipli ziqot 15% qalmış olacaq. Mən buraya yazıram 15. İndi kiçiyə tipli ziqota baxaq. 20% deyir ki, ziqotun məhv olubdur. Tənasibi necə qururuq? Əgər 50, bax bu 50, 100% olarsa, 20% məhv olubsa, qalan 80%-dir. Bəs 80% nə qədərdir? Buradan da tapırıq 40. Deməli, böyük tipli ziqotumuz 40% qalıbdır. Kiçiyə isə olduğu kimi qalacaqdır. Bu da 25%. İndi bunların nisbətini tapırıq. Hər birini 5-ə bölsək, 3-ün, 8-in 5-ə nisbəti olacaqdır. Bu da verilibdir D variantında. Bu genotip nisbətidir. Həm də fenotip nisbətini soruşur. Onu necə tapırıq? Baxırıq, fenotip də 3-ün 1-ə nisbəti idi. Düzdür? Burada 3 hansıları idi? Bax, buydu. Böyüyə, 2 dənə də böyüyə kiçiyə. Genotipli fərqlər 3-ün 1-ə nisbəti verirdi. Biz burada hansı rəqəmləri götürürük? Bax bunları. 40 ilə 15-i topladıq. 55. Neçəyə nisbəti? 25-in. 55-in 25-ə nisbəti hər tərəfi 5-ə bölsək, 11-in 5-ə nisbəti olacaqdır. Bu da D variantında özünü göstərir. Siz qeydlərinizi özünüz buradan götürərsiniz. Doğru cavab olacaq D variantı.